2004-cü ilin dekabr ayı. Belfast şəhərində hər şey zahirən sakit görünürdü. Küçələrdə milad hazırlığı, mağazalarda alış-veriş səs-küyü, insanlar isə bayram ab-havasına qapılmışdı. Amma bu sakitliyin altında Avropanın ən səs-küylü və ən planlı bank soyğunlarından biri formalaşırdı. Sonradan Northern Bank Robbery kimi tanınan bu hadisə təkcə pul oğurluğu deyil, illərlə hazırlanmış psixoloji və logistik bir əməliyyat idi. Planın başlanğıcı 2004-cü ilin ortalarına gedib çıxır. İstintaq materiallarına görə bu əməliyyat sadəcə bir neçə nəfərin işi deyildi. Burada koordinasiya, izləmə, rutinlərin öyrənilməsi və bank əməkdaşlarının gündəlik həyatının detallı analiz edilməsi kimi mərhələlər vardı. Hədəf Belfast şəhərində yerləşən böyük maliyyə mərkəzlərindən biri idi. 19 dekabr 2004-cü il gecəsi. Hadisələrin ilk real mərhələsi başladı. Silahlı şəxslər bankın iki yüksək vəzifəli əməkdaşlarının evlərinə daxil oldular. Bu insanlar və onların ailələri girov götürüldü. Burada məqsəd qorxu yaratmaqdan daha çox tam nəzarət mexanizmi qurmaq idi. Girov götürülən işçilərə açıq şəkildə bildirildi ki, sabah işə getməli, hər şey normal görünməli və bank daxilində heç bir şübhə yaratmamalıdırlar. Araşdırmalara görə, bu əməliyyatın idarə olunması birbaşa görünən liderdən çox, dolayı əlaqələr və uzaqdan koordinasiya ilə həyata keçirilirdi. İddialarda müxtəlif cinayət şəbəkələrinin bu planla əlaqəli ola biləcəyi deyilsə də, rəsmi olaraq konkret bir təşkilat tam sübut edilməmişdi. Bu da hadisəni daha da sirli edən əsas məqamlardan biridir. Girovlar müxtəlif yerlərdə saxlanılırdı və onların hərəkətləri ciddi nəzarət altındaydı. Telefon zəngləri, kodlaşdırılmış mesajlar və dolayı təhdidlər vasitəsilə onlara nə etməli olduqları izah edilirdi. Ən qorxulu tərəfi isə o idi ki, bütün prosesdə birbaşa üz-üzə gələn, tanınan bir lider fiqur yox idi. Bu klassik silahlı soyğundan daha çox təşkilatlanmış bir əməliyyat görüntüsü yaradırdı. 20 dekabr səhəri bankın iş günü başladı. Girov altında olan əməkdaşlar plan üzrə işə gəldilər. Onlar təhlükəsizlik prosedurlarını sıradan çıxarmağa məcbur edildilər və kassalara giriş təmin olundu. Bu zaman artıq digər icraçılar da binanın içində və ya yaxın ərazidə idi. Hər şey o qədər dəqiq hesablanmışdı ki, nə siqnal sistemləri işə düşdü, nə də əməkdaşlar arasında panika yarandı. Əməliyyat təxminən bir neçə saat davam etdi. Bu müddət ərzində bankdan təxminən 26,5 milyon funt sterling məbləğində pul çıxarıldı. Pul böyük çantalara və konteynerlərə yerləşdirilərək müxtəlif nəqliyyat vasitələri ilə daşındı. Rəsmi məlumatlarda konkret avtomobil modelləri tam təsdiqlənməsə də, istintaq çərçivəsində müxtəlif yüngül yük maşınları və furqon tipli nəqliyyat vasitələrinin istifadə edildiyi ehtimal olunur. Ən diqqət çəkən məqamlardan biri isə odur ki, əməliyyat zamanı heç bir güllə atılmadı, heç bir yaralanma olmadı, heç bir birbaşa qarşıdurma yaşanmadı. Bu, hadisəni soyğun anlayışından çıxarıb daha çox strateji əməliyyat səviyyəsinə qaldırırdı. Pulun çıxarılmasından sonra izlərin itirilməsi mərhələsi başladı. Nəqliyyat vasitələri müxtəlif istiqamətlərə yönləndirildi və daha sonra yollar üzərində izlər qarışdırıldı. İstintaq orqanları sonradan müəyyən etdi ki, hadisədən dərhal sonra pulun bir hissəsi tamamilə itirilib və böyük məbləğ bugünə qədər tapılmayıb. Barmaq izi və digər fiziki sübutlara gəldikdə isə hadisə yerində müəyyən izlər aşkar edilsə də, çoxu ya qarışıq idi, ya da birbaşa konkret şəxsə bağlana bilmirdi. Bu da göstərirdi ki, əməliyyat zamanı yüksək səviyyədə planlaşdırılmış iz silmə strategiyası tətbiq olunmuşdu. Bəzi mənbələrə görə əlcək və digər qoruyucu vasitələrdən geniş istifadə olunub. İstintaq illərlə davam etdi. Polis yüzlərlə insanı dindirib, müxtəlif bölgələrdə əməliyyatlar keçirdi. Bəzi şəxslər şübhəli bilinsə də, hadisənin tam mərkəzində olan əsas təşkilat və ya şəxslər heç vaxt tam şəkildə sübut olunmadı. Pulun böyük hissəsi isə sirli şəkildə yoxa çıxdı. Bu hadisə təkcə İngiltərə və İrlandiya tarixində deyil, ümumilikdə Avropa kriminal tarixində ən təmiz və ən planlı bank soyğunlarından biri kimi qaldı. Nə atəş səsləri, nə də xaos. Sadəcə dəqiq planlanmış addımlar və saniyələrə bölünmüş icra. Bugün belə hadisəyə baxıldıqda bir sual açıq qalır. Bu əməliyyat sadəcə pul üçün edilən bir soyğun idimi, yoxsa daha böyük bir strukturun güc nümayişi? Cavab isə hələ də tam bilinmir və bəlkə də heç vaxt bilinməyəcək. Əgər belə real və düşündürücü hekayələr xoşunuza gəlirsə, Bank Creative kanalını izləməyi və videonu bəyənməyi unutmayın.